O qədər Quranla ünsiyyət qurun ki, hər situasiyada ayə yazıda düşsün, hər hadisədə. Bu sözü deməlisən, vaxtında de. Sonradan incidəcək o söz səni. Ağlınız nə vaxt olacaq ki, fikirləşəsiniz ki, ay kişi, mən böyük deyiləm, mən böyük ola bilmərəm. Əcəbətkum kəsrətukum, özünüzlə o qədər öyündünüz ki, zaqət aleyhimul ərd bima rahubət. Bu boyda genişliyi ilə olan yer daraldı. Bir cəmiyyətin nə cür cəmiyyət olmağını bilmək istəyirsənsə, həmin cəmiyyətin içərisində yaxşıya qarşı olan münasibəti öyrən. Onda biləcəksən bu cəmiyyət necə cəmiyyət. Sizlərdən kimin ki təkəbbürü çoxdur və daha çox söz batmazdı, nəsihət qəbul etməzdi, onlardan çox azdırmışam. Çünki o iki xasiyyətin ikisi də mənə oxşayır. Çox insan deyir, şeytan neçə min il ibadət edib. Bu ibadət etməsi onun inancdan irəli gəlmirdi. Tamamilə riya içində idi. Ola bilər karyeran böyüyəcək, vəzifən də artacaq. İçin böyüməyəcək. İçin böyüməyəcək. Səni mən kiçik saxlayacağam. Səni qoymayacağam ki, Hər yerdə qalxasan. sıxılacaqsan. Hər yerdə də sıxılacaqsan. Nə badə şeytanla fikirləşəsən ki, mən də ona hiylə göstərim, əvvəl elə eləyim, sonra elə eləyim. Yox. Bəzi qorxulu işlər var ki, Allah Taala o işlərə demir etməyin, deyir heç yaxınlaşmayın. Mən nəyəsə çatmaq istəyirəmsə və o məqsədlə təkəbbür kateqoriyasına daxil olacaq bir hərəkət edirəmsə, əssalam, düşdüm iblisin toruna. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Salam, hörmətli izləyicilər. Əziz alimlərimizin təqdimatında doğru yanaşmanı izləyirsiniz. Bugün iblis barədə, şeytan barədə danışılacaq. Ötən həftə nəfsin fəsadları barəsində, ümumiyyətlə nəfslə mübarizə haqqında verilişimiz olmuşdu. 2 veriliş izlədiniz. Bugünkü proqramda şeytanla mübarizə, ümumiyyətlə şeytanın kimliyi, iblisin barəsində söhbət edəcəklər dəyərli alimləri, din xadimləri, ilahiyyatçı alimlər, Axund Azərsani, Hacı Mircəfər Əyyubov, Hacı Ramil Bədəlov. Salamlayıram sizi, xoş gördük. Aleykümselam. Aleyküm salam. Bəli. Xoş gördük. Nəfslə mübarizədən sonra, nəfsin fəsadlarından sonra şeytanın fəsadları haqqında söhbət edəcəksiniz inşallah. Şeytanın kimliyi haqqında söhbət olacaq. İlk öncə Axundla başlayaq. Şeytan kimdir? Hədəfləri nədir? Ümumiyyətlə bu barədə eşidəsiniz. Bismillahirrahmanirrahim. Əvvəl din haqqında deyək ki, dinin istilahi mənası, yəni Allahın istədiyi kimi həyatı nizamlamaq, bu dindir. Bir insan öz yaşayışını, öz həyatını Allahın istədiyi kimi nizamlasa, o olur mütədəyyin, dəyanətli. Bunun üçün də böyük bir iradə lazımdır. Çünki rejim dinimizdə mütləqdir. Yəni, ən birinci ibadətimiz əgər namazdırsa, namaz gündə 5 namaz, 3 vaxt və təkid olunur ki, vaxtında qıl, bu özü göstərir ki, insanı indi rejimi eləyək təqva. Təqva. Deyəcəyəm o təqva məsələsini də. İnsan gərək iradəli olsun ki, o rejimlə yaşasın. Din yəni insan öz həyatını Allahın istədiyi kimi nizamlaması. Bu nizam, bu intizama qarşı çıxan hər hansı bir varlıq şeytandır. Axund, düz istəyirəm. Buyurun. Rejim deyəndə başqa mənalarda da başa düşə bilər insanlar bəzən. Həkimlər də insanı rejimə salır da. Yəni burada pis bir söz deyil də əslində. Rejim elə təqva elə təqvanın bir söz. Rejim də insan rejimlə yaşamalıdır da. Bəli. Doğru, gözəl. İndi o haqda deyəcəyəm, biraz da məlumat verəcəyəm, amma hələ ki biz deyirik ki, bu şeytan şətənə, yəni yolundan çıxmış mənasında. Hər hansı bu yolda, bu nizam intizamda yoldan çıxdın və yaxud bu nizam intizama qarşı çıxan hər bir varlıq nədir? Şeytandır.
İlk dəfə şeytan olub iblis. İblis cinni tayfasından bir varlıqdır, bir kişi xeylağıdır. İlk dəfə şeytan olub, şeytan deyən kimi iblis yada düşür və ondan sonra onun da öz dəstəsi var, ona uyanlar var, tərəfdarlar var, onlar da özləri şeytana çevirirlər və s. və s. Bu adlarla danışanda bəzən dinləyici elə bilir ki, sən nağıl danışırsan. Bu adlar artıq nağıl personajına çevrilib. Şeytanın fəsadı, şeytanın hiylələri, şeytan hiyləgərdir, şeytanın böyük təcrübəsi var, peyğəmbərlər görüb, həyat keçib filan. İnsan heç vaxt deyə bilməz ki, mən öz ağlımla şeytana qalib gələ bilərəm. Ancaq şeytana qalib gəlmək deyək ki, iradə gücü iləndir. Bu iradə gücünü hardan alırsan? Ancaq Allaha sığınmaqla. Yaxşı, mən Allahı harda tapım ki, ona sığınım? Allah mənim içimdədir deyirsən. Var da Allah qıradıdır, Allah mənim içimdədir. Yəni, yaxşı, içində sığın günə. Necə sığınacaqsan? Bunun yolu olmalıdır, rızı olmalıdır. Bunun yolu, rızı da nədir? Peyğəmbərin və əmr sahiblərinin tövsiyələri, dedikləri sözlər ki, bu işi belə görün ki, sizə şeytan müsəllət olmasın, şeytan sizi yoldan çıxartmasın, yəni uçuruma düşməyəsiniz o mənada. Misal çəkəkdə, şeytanın ən böyük manevrası həmişə insanın beynində olur və insanın həmişə istəyir vaxtını alsın. İbadətin də bayaq dedik, ən birincisi namazdır da. Namaz vaxt ibadətidir, ömür ibadətidir. Sən ondan ibadət edirsən, amma vaxtından Allaha ayırırsan. Allah səndən tələb edir ki, heç nəyə başını qatma. Hətta qabağında fikri yayındıran şeylər olsa belə məkruhdur. Yəni, bütün vaxtını, zamanını sırf mənə həsr elə. Bu, əsas şərtdir. İnsan öz vaxtını müəyyən qədər hissə-hissə, zaman-zaman Allaha həsr elədikcə başlayır, sonra məşq eləyib ömrünü Allaha həsr eləməyə. Ən çox şeytanın o hiylələrindən biri insana zamanını almaq, zamanını alan şeyləri insanın beyninə salmaq ki, zamanını, ömrünü puça verəsən, Allaha həsr eləməyəsən. Bunun üstündə çox məşğul olur şeytan və əsas sənin vaxtını alır. Ona görə Allaha sığınmaqdan da sonra bir qəzəb olmalıdır ki, o sənə müdaxilə eləməsin, qəzəb elə onun üçündür ki, vaxtımı alma. Gedişinlə məşğul ola mənadır, loru dildə desək. Bu formada. Çünki şeytan söz verib ki, mən Adəm övladına sağdan, soldan, öndən, arxadan müdaxilə eləyəcəm. Mən onların yüyənini ələ alıb çapacağam. Ora qədər, bu təşbihlərdir. Quranda olan təşbihlər. Allah Teala elə təşbihlər verir. Təşbih yəni oxşatmadır da. Haqla batılı necə təşbih verir? Biri sudur, biri köpükdür. Köpük çox görsənə bilər, şişə bilər, üzdə ola bilər, amma qalıcısız sudur. O təşbihlərdən də biri hələ budur ki, Allah Teala Quranda deyir ki, sağdan, soldan, öndən, arxadan. Bunlar nə deməkdir? Sağdan onun müdaxiləsi odur ki, insan yaxşı işlərini insanın gözündə böyütsün. Mən yaxşı işlər görmüşəm, mən namaz qılıram, oruç tuturam, filan kəsə yaxşılıq eləmişəm, filan. İnsanın yaxşı işlərini insanın öz gözündə başlayır böyütməyə. Sol tərəfdən müdaxilə odur ki, insanın pis işlərini elə gətirir gözünün qabağını, insanı tamamilə ümidsizləşdirir, bağışlanmaq ümidini qırır. Allahın rəhmətindən elə bil ki, məyus qalmısan, o cür eləyir. Hətta İmam Rza əleyhissalam bir gün bir nəfərin evinə gəlir, hələ Tuzda, Məşəddə, onun yanında oturur, söhbət edir. Vaxtı ikən Abbasi xanedanının bir işçisi olmuşdu. Görür ki, orucluq vaxtıdır, bu oruç tutmur. Birində yəqin xəstədir, çox müdaxilə. Namaz vaxtı yəqin namazla qılmır. Deyir, sən niyə belə eləyirsən? Deyir, mən o vaxtı Abbasi xanedanında işçi idim.
Neçə adamı mənə tapşırdılar ki, bunları apar, bir dəstəni öldür, bu apardım, bir dəstəni. Axırıncı dəstəni aparanda bir nəfər deyir ki, bəsdir bu Seyid balalarını, Peyğəmbər övladlarını qırdın. Sən demə, bu Seyidlər imiş, deyir. Ondan sonra deyir, mən bütün bağışlanmağımdan naümid oldum filan. İmam Rza əleyhissalam hirslənir, durur ayağa, deyir ki, and olsun Allaha ki, sənin bugünkü ümidsizliyin daha ağır günahdır, nəinki onları öldürmək. Yəni, kim olursan ol, nə olursan ol, sənin günahın Allahın rəhmətindən böyüdür. O sol tərəfdən müdaxilə, vəsvəsə odur ki, insan öz günahları ucbatından Allahın rəhmətinə məyus olsun və desin ki, ya mən bağışlana bilmərəm. Arxadan müdaxilə odur ki, insanı keçmişi ilə məşğul edir. Elə ancaq ilişib qalırsan keçmişində. Öndən müdaxilə odur ki, insan gələcək fikirləşə bilmirsən. Və s. və s. Bu hər tərəfdən bu sənə əhatə edir. Amma Allahın o yolu, o sirat-ı müstəqim ki var, insan öz-özü ilə ciddi məşğul olması. Ciddi məşğul olması. Ona görə deyirək, vaxtını boşa verməsən, o qədər işin içində tökülüb qalıb, öz içində tökülüb işlərin qalıb ki, o içəridəki işləri gərək yerinə qoyasan, onların üzərində ciddi işləyəsən, yəni sən bu qədər boş bikarsan ki, vaxtını belə elə boş-boş yerlərə hədər verirsən. Vaxt birinci bir hədisdə də var, qəbr evində birinci sorğu-sual, nədən olacaq? Vaxtdan, zamanlıq bu. Yəni, əsl iş görə bilən vaxtı, sən vaxtını harada keçirdin, harada öldürdün vaxtını. Bu çox mühüm məsələdir. Və bir məsələ ilə də istəyirəm, fikrimi tamamlayayım ki, sonra inşallah ki, ustadlar mənim naqis söhbətlərimin üstündən nəsə həm düzəliş verərlər, həm fikirlərini deyərlər. Bir də Əli əleyhissalamdan soruşurlar ki, təqva nədir? Əli əleyhissalam cavabına bax. Bir təqva vaxtdır, vaxt. Yazanda da görsən təqva, vəqətə. Tən hərfində təqva vaxt olur, vaxt təqva olur. Ümumiyyətlə, ərəbdə belə bir xüsusiyyət var. Bir-birinə ucuruna yaxın sözlərin yaxın mənaları var. Həmdinə mədh kimi. Mədəhə, həmədə. Məsəl üçün, mədh onu, həmdə o şey eləyərlər ki, onun gözəlliyi özündəndir, fəqət Allaha aid. Mədhi o şey eləyərlər ki, gözəldir, amma gözəlliyi özündəndir, verilib və alınacaq. Ona mədh deyərlər, həmd deyərlər. Neysə, yəni bir-birinə yaxın olan sözdə deyir, təqva nədir? Deyir, təqva vaxtdır. Ya Əli, necə yəni vaxt? Deyir, hər şey öz vaxtında eləmək. Buna təqva lazım. Namazdır, namaz qılansan. Amma bilinmir təqvalısan, vaxtında qıl namazı. Bu sözü deməlisən, vaxtında deyil. Sonradan incidəcək o söz sən. Əgər deməlisənsə vaxtında, etməlisənsə vaxtında. Bu Kərbəla hadisəsinə baxırsınız, vaxtında iş görməyənlər sonra necə bir ömür peşman oldular. Nə bilim, lab inqilab elədilər, nə üsyan elədilər, şəhid oldular, amma yenə də peşmançılıqla ki, gərək biz vaxtında bu işi belə eləyəydik. Vaxt ən əsas məsələdir ki, insan gərək öz vaxtını səmərəli keçirsin, burada şeytana uymasın. Şeytan əvvəl vəsvəsə eləyir, əvvəl yaxınlaşır. Oğru adamlar kimi oğru evə girəndə əvvəl barmağın ucunda girir. Sonra görür, yox, bu evin yiyəsi yatıb qalıb, bu yatıb, heç ayılmaq fikri yoxdur. Ayılmaq fikri yoxdursa, başlayır rahatçılıqla işini görməyə. Hətta bunu belə də təşbih verirlər ki, bir quşa bənzəyir ki, əvvəl yuvasını qurmamışdan əvvəl baxır, görür, təhlükə var yoxsa yox. Görür, yox, təhlükə yoxdur. Başlayır yavaş-yavaş hələ yuvasını qurmağa. Bu sürədə görür ki, yox, təhlükə yoxdur. Yuvasını qurandan sonra ora yumurta qoyur. Həmən o yumurtalar sonra bala çıxartır. Sonra insanın başlayır zəif əzalarına qonmağa. Kim əldən zəifdirsə əlinə qoyur, əli əyridir, kimi gözdən, kimi dildən, kimi qulaqdan fərq eləməz. Harada zəif yer varsa, gedir qonur ora. Yəni, bunu ilə əvvəldən ciddi şəkildə gərək nə eləyəsən? Məşğul olasan, Allaha sığınmaq. Birinci, əuzu billəhdir, Allaha sığınmaq. Allaha sığınmağın da yolunda insan gərək çaşmasın. Allaha sığınmağın yolu ancaq Allahın nümayəndələrinin tövsiyələrinə əməl etməkdir.
tövsiyələrə əməl etməlisən ki, bu sayılır Allaha sığınmaq. İkincisi də ki, nə vaxt şeytanla fikirləşəsən ki, mən də ona hiylə göstərim, əvvəl belə eləyim, sonra elə eləyim. Yox. Ümumiyyətlə gərək yaxın buraxmayasan. Bəzi qorxulu işlər var ki, Allah Taala o işlərə demir etməyin, deyir heç yaxınlaşmayın. Və şeytan da o düşmənlərdən biridir. O bir Seyid danışacaq. Axund bir yaxşı söz işlətdi ki, insan gəlir vaxtında addım ata. İmam Hüseynlə də əlaqələndirdi. İmam Hüseyn əleyhissalamın ziyarət aşurasının axırıncı cümləsi ki var. Əlləzinə bəzəli muhaccəhum dunəl Hüseyn. Bir alim belə izah verdi ki, deyir, onlar canlarını verdilər, amma dunəl Hüseyn verdilər. Hüseynin yanında verdilər, yəni zamanında verdilər. Təvvabın verdi, biraz gec verdi. Hər halda ikisi də Hüseyn yolunda idi, amma biri dunəl Hüseyn idi, biri o tərəfdə idi. Yaxud məsələn bir dənə ayə var Quranda deyir, rəttəlnahu tərtila. Tərtil sözü təcviddə bir mənası var, bəlli bir mənası var, amma bir dənə böyük mütəfəkkirlərdən bir fikrini oxuyurdum. Deyir ki, Peyğəmbərə irad tutulur ki, niyə bu surə sənə birbaşa gəlmədi? Bütün Quran birbaşa gəlməyib. Peyğəmbər iradlardan biri bu olub müşriklərdə. Tövrat birbaşa gəlib, baxın. Tövrat bir dəfəyə verildi. Amma Quran-ı Kərim zamanla nazil oldu. Düzdür, bir dənə də nuzulu vardı, tam onunla işim yoxdur, amma zamanla. Amma Allah Teala orada deyir ki, mən özüm sənə zamanla nazil edirəm ki, liyusabbitə, qəlbi möhkəm eləyim. Çünki anında hadisələrdə ayənin nazil olması sənə ruh yüksəkliyi verir. Sən tənhasan, aləm deyib, bir dənə ayə gəldi. O an Allah səndən danışdı da bir an. Elə bir anında ayə də gələndə, nazil olanda insan nə olur? Möhkəmlənir, qalxır ayağa və hərəkət edir də. Çünki vaxtına düşdü. Həm də ayələrin də məzmunu, mənası onu ilə asılır. O şənin uzunluğuna bu iş baş verdi ki, bu ayə gəldi, ayənin atılmasında. Seyyid Qütb də deyirdi ki, Quranı elə oxuyun ki, sizə nazil olsun. Yəni, ayələrlə elə ünsü rabitə qurun. Bir dənə böyük mütəfəkkirin sözüdür. Deyirdi ki, o qədər Quranla ünsiyyət qurun ki, hər situasiyada ayə yazıza düşsün. Hər hadisədə. Deyir, onda elə bir ayə sənin nazil. Hətta Quranın ayəsi də var, indi yadıma düşdü də. Litubəyyinə ləhum ma nuzzilə iləyhim. Peyğəmbər bəyan elə onlara nazil olan. Demir, litubəyyinə ləhum ma nuzzilə ləhum. Onlar üçün nazil olanı yox. Onlara nazil olanı. Deməli, deyir, Quran deyir, Peyğəmbərin vücudunun vasitəsi ilə sənə də nazil olur. Yəni, Quran-ı Kərim bu mənada hər an nazil olur, bu mənada. Aydındır? Yəni, insan Quranla ünsü rabitə. Yəni, o istədim ki, vaxtında insan vaxtı dəyərləndirəndə o Allahın lütfləri də vaxtında ki, yetişir, hamısı bir-birini tamamlayır. Buyursun, Seyyid. Buyurun, Seyyid. Axund danışdı, başqa sual yoxdursa. Mənim sualım olacaq. Sonradan sözünüzü kəsmək istəmirəm. Mümkünsə əgər bu sualı verim, siz ona da inşallah söhbətiniz əsnasında cavab verərsiniz. Quran-ı Kərimdə buyurur: "La ta'budu şeytan, innehu lekum aduvvun mubin." Bütün, hətta öz köməkçiləri Axund qeyd etdi, öz cinlərdən olan köməkçiləri ilə bərabər insanlardan da özünə qüvvə yığıb bu şeytan. Böyük bir ordu toplayıb, yəni insanların üzərinə gəlməkdədir. Ümumiyyətlə, açıq-aşkar sizin düşməninizdir deyə buyurur ayə. Gizli düşmən nədir? Kimlərə deyilə bilər və yaxud da şeytan nəyə görə açıq-aşkar düşmən olaraq burada qeyd olunub? İmkan olsa buna da cavab verərsiniz. Buyurun, söz sizdə. Bismillahirrahmanirrahim. Mən də salamlayıram alimləri, sizi, izləyiciləri. Axund İblislə şeytanın fərqindən danışdı. İblis Quran-ı Kərimdə tək, müfrəd anlamında işlənib. Şeytan cəm işlənib. Çünki Axund da dediyi kimi şeytan statusdur. Onun vəzifəsidir. İblis cinlərdən olan bir şəxsdir. Yəni, real bir varlıqdır. Əsl adı da Harisdir. Bəli, yəni nağıl qəhrəmanı deyil. Ona sərf eləyir ki, biz onu nağıl qəhrəmanı kimi qəbul edək. Ona sərf eləyir. Çünki o düşmən həmişə istəyər ki, işini görsün, amma heç kəs ondan bilməsin. İşin failini tanıyan olmasın. İblisə də sərf eləyir ki, yəni belə deyək, İblisin
növbəti planıdır, hiləsidir, proqramıdır ki, insanları bədbəxt eləsin, amma insanların özünə deyizdirsin ki, bu iblis filan boş söhbətdir, bunu mən belə istəyirəm. Bu iblisin metodlarından biridir. Amma şeytanət, indi ən peşəkarı iblisdir, şeytanətdir. Gəl ki, Quran-ı Kərimə əsasən insanı haqq yoldan azdıran hər kəs şeytandır. İstər cin olsun, istər insan olsun. Şəyatinul insi vəl cin. Bir ayədə Əuzu billahi keçir. mineşşeytanirracim ağa deyəndə tək o iblis nəzərdə tutulmur da. Orada- İnsanlardan da olan. Orada Hə, əlif-lam necə? gəlib, artikl gəlib, ola bilər elə tək iblis nəzərdə tutulsun, qovulmuş. Amma o biri şeytanları da şeytan eləyən odur da. Yəni, hətta hədislərdə var ki, iblis öz işində o qədər ciddidir, o qədər qəddar bir komandirdir. Onun işçilərindən hansı birisi bircə dəfə sözündən çıxsa, dərhal başını kəsir. Ki, mən səni göndərmişdim filan kəsi azdırmağa, sən niyə səhlənkarlıq etdin? Siz ki, deyirsiniz, niyə açıq-aşkar düşməndir? İblis bu qədər ciddi öz işində. Niyə açıq-aşkar düşməndir? Həmin ayə Yasin surəsindədir. Ələm əhəd iləykum ya bəni Adəm, əllə təbudu şeytan. Ey Adəm övladı, məyər mən sizinlə əhd bağlamadım ki, müqavilə imzalamadım ki, şeytana qulluq etməyəsiniz, ibadət etməyəsiniz. İnnəhu ləkum əduvvun mubin. Çünki o sizin açıq-aşkar düşməninizdir. Sonra buyurur və əni əbuduni və müqavilənin bir bəndi də budur ki, mənə ibadət edin. Hada sıratı müstəqim. Doğru yol budur. İblis o düşməndir ki, Allah Teala Quran-ı Kərimdə onun sözlərini bizə bildirib, həm xilqətin əvvəlindəki hərəkətlərini bildirib, həm xilqətin sonundakı hərəkətlərini bildirib, qiyamətdəki. Allah Teala bizə məlumat verib ki, iblis bu Adəm əleyhissalamın yaranışında nə oyunlar çıxartdı, nə hoqqalar çıxartdı. Adəm əleyhissalama səzdə etmədi. Sonra gedib yalandan and içdi və qasəməhuma. And içdi Adəm və Həvva əleyhissalama ki, mən sizə nəsihət verirəm, mən sizin xeyirxahınızam. Quran-ı Kərimdə nəsihət adətən xeyirxahlıq anlamında gəlir. Mən sizin xeyirxahınızam. Əgər bu ağacdan yesəz, bir daha buradan çıxmayacaqsınız. Və tam əksi də elədi. Alimlərdən biri buyurur ki, baxın, iblis orada Adəm əleyhissalama və Həvva salamullah əleyhaya and içdi ki, mən sizin xeyirxahınızam və onların başına oyunu gətirdi. Bizim üçün isə Allah onun əvəzindən deyir ki, innəhu ləkum əduvvun mubin. Aşkar düşməninizdən. Bir, başqa yerdə iblisin öz dilindən deyir ki, fəbi'izzətikə ləuğviyənnəhum əcməin. İzzət və and olsun, hamısını azdıracaq. Əgər xeyirxahlıq eləyəndə insanı cənnətdən çıxarırsa, pisliyə and içəndə nə eləyər? Elə bir qəddar, mərhəmətsiz düşməndir o. Naxçıvan alimlərindən biri olub Nəcəf şəhərində. Hətta böyük Arif Mirzali Qazi Təbrizinin deyirlər ustadlarından biri olub. Tələbələrindən biri deyir ki, çox qocalmışdı. Qoca vaxtı bir dəfə bizə danışdı. Dedi ki, mən bir mükaşifə gördüm. Bir vəziyyət gördüm, irfani bir vəziyyət. İrfan sözünü təəssüf ki, Azərbaycanda mistika kimi tərcümə edirlər. Yəni, qətiyyən dəxli yoxdur, da məcburuq. Mistik bir vəziyyət görüb, yuxu deyilmiş. Gördüm, çox uca bir dağdayam, çox uca bir zirvədə, hündür bir zirvədə dayanmışam, aşağıda dərədir. Elə dərədir ki, dibi görünmür. Qorxunc bir uçurumdur, iblis dayanıb yanımda. Ona dedim ki, mən daha qocalmışam, məndən əl çəkdi dayı, mərhəmət göstər. İblis dedi ki, mən sənə açıq-aşkar deyim, mənim qəlbimdə zərrə qədər mərhəmət adlı bir şey yoxdur.
Mən heç kəsə mərhəmət göstərə bilmirəm. Mən məni sevəni də, sevməyəni də cəhənnəmə aparmağa söz vermişim, and içmişim. Sevəni də, sevməyəni də. İblis öz dostlarına mərhəmət göstərmir ki, bilir də nə qədər yanacaq. Bayaq dediyim xilqətin əvvəlində elə elədi. Qiyamət haqqında da Allah Teala buyurur, İblis deyəcək ki, məni niyə məlamət edirsiniz, məni niyə məzəmmət edirsiniz? Fələ təlumuni və lumu ənfusəkum. Məni məzəmmət eləməyin, özünüzü məzəmmət eləyin. Məsxərəyə qoyur insanı. Bu dünyada ömür boyu deyib ki, əşkə bu tərəfə, bura yaxşıdır, bu nağıddır, bekar qalmırsan, nə işin var dində, mənəviyyatda, elə sənə qalır və s. Orada deyir ki, mən Antum bəriyunə minni və inni bəriyun minkum. Təxminən belə deyir. Siz məndən uzaqsınız, mən sizdən uzaqam. Mən sizin şirk etdiyinizə kafirəm. Siz ki, Allah'a şərik qoşursunuz, mən sizdən uzaqam. İblis deyir. Mən də dəvət elədim, peyğəmbərlərə dəvət elədim. O tərəfə gedəydiniz. Mənim tərəfə gəlməyəydiniz. Mənim sizin üzərinizdə hakimiyyətim yox idi ki. Düz də deyir, Allah Teala da başqa ayədə buyurur ki, iblisin insanlar üzərində səltənəti, sultanlığı, hakimiyyəti yoxdur. Vəsvəsə eləyə bilir, təhrik eləyə bilir və s. Xilqətin əvvəli, axırı belə, ortasında da ki, axund dedi bu arada, sağdan, soldan, öndən, arxadan, hər tərəfdən özü də amansızcasına, özü də elə bir düşməndir ki, biz onu görmürük Quran ayəsinin əsasında, o bizi görür. O da, qəbiləsi də bizi görür, biz onu görmürük. Yəni, hansı parametrlə baxırsan, açıq-aşkar düşməndir, and içib düşmənçiliyə, and içib ki, ləhtənikənnə İsra surəsində Allah Teala onun dilindən buyurur, yüyənləyəcəm insanları, minəcəm boyunlarına. Yüyəni sağa dartacam, sağa gedəcək, sola dartacam, sola gedəcək. Müəyyən mənada bacarıb da bunu. Müəyyən mənada nədir? Çox bacarıb. Belə deyim. İndi ayənin davamında, həmin o siz deyən ayələrin davamında bir ayə var, çox əcib, qərib ayələrdən biri. Və ləqəd ədəllə minkum cibillən kəthira. Əfələ təqilun. Şübhəsiz iblis sizlərdən çoxlu dəstələri azdırıb. Alimlər buyururlar, Allah Teala firqə deyə bilərdi də burada, dəstə yerinə. Niyə cibil? Cibil də dəstə deməkdir. Firqə də dəstə deməkdir. Niyə cibil? Cibil cəbəl sözündəndir. Dağ sözündən. Dağda iki dənə xüsusiyyət var. Biri bu ki, dağ çox təkəbbürlüdür. Dartır özünü yuxarı ki, mən zirvəyəm. İkincisi budur, dağdır da, möhkəmdir, sərtdir, qayadır, söz batmır, təsirləmə olmur. İblis deyir ki, mən sizlərdən kimin ki təkəbbürü çoxdur və daha çox söz batmazdı, nəsihət qəbul etməzdi, onlardan çox azdırmışam. Çünki o iki xasiyyətin ikisi də mənə oxşayır. Mən də əvvəl təkəbbür elədim. Dedim, mən hara, Adəm hara. Və mənə nə qədər dedilər, qulaq asmadım. Bu iki xasiyyət kimdə varsa, təkəbbür və söz qəbul etməmək. İndi biz hazırki dünyamızda görürük, həqiqətən də bu müsibətli bir yaşayış, anlam, dərrakə tərzidir. Təkəbbürlü olmaq və söz qəbul eləməmək. Yəni, onda müxtəlif metodları var. Bəzi insanlar var, nəsiyyət edirsən, başını salır aşağı. Bəli, doğrudur. Amma bildiyini edir. Qətiyyən təsir eləmir. Qətiyyən təsir eləmir. Təkəbbürlü, bayaq da Hacı ilə söhbət edirdi, 2 nəfər böyük filosof var idi bir ara elmi mərkəzlərdə. İkisi də nəhəng filosof idi və ikisi də dini elmi mərkəzlərdə qovulurdu fəlsəfəni tədris etdiyi üçün. Onların tələbələrindən biri deyir ki, mən istədim onları bir gün öz aləmimdə yarışdıram, görüm hansı daha çox savadlıdır. İkisini də qonaq çağırdım deyir, yaxşı yemək bişirmişdim. Bozbaş bişirmişdim deyir, onlar üçün ki, da ustadlarım gəlir. Deyir, oturdular ikisi də ədəb nərkanla, birinə bir sual verdim, fəlsəfi sual. Deyir, işarə elədi təbəssümlə o birinə ki, siz buyurun. O cavab verdi deyir, sonra ikinci sual verdim o bir alimə. O bir alim təbəssümlə işarə elədi, siz buyurun.
6-7 dəfə deyir sual cavab elədi. Heç birində deyir gördüm bunların mübahisəsi düşmədi. Heç biri demədi ki, bu əvvəl məndir, mənim fəlsəfi fikrim, mənim nəzərim. Qətiyyən, qətiyyən. Hətta deyir, həmin o alimlərdən birini mən bir dəfə küçədə gördüm, deyir. Yeniyetmə bir uşaq velosipedlə gəldi. Günah uşaqdaydı, təqsir uşaqdaydı. Dəydi bu qoca alimə, alim yıxıldı yerə. Nə bilim, paltarı düşdü bir tərəfə, özü bir tərəfə. Uşaq da duran kimi acıqlı-acıqlı qışqırdı ki, qoca, yoluna bax da, gözü baş da. Bu nəhəng alim, böyük əsərlərin sahibi, filosof qayıt dedi ki, əzilmədin ki, balam? Dedi, yox, əzilməmişim. Dedi, başda, bundan sonra gözümü açaram, yoluma baxaram da. Təkəbbür yox səviyyəsində. Yəni, bir dənə söz demək istəyirəm burada. Hər bir məqsəd üçün, istənilən məqsəd üçün olur olsun, təkəbbür məqbul deyil, doğru deyil. Yəni, təkəbbürlü bir insana qarşı mübarizə o öz yerində. Amma mən nəyəsə çatmaq istəyirəmsə və o məqsədlə təkəbbür kateqoriyasına daxil olacaq bir hərəkət edirəmsə, əssalam, düşdüm iblisin toruna. İblis sifət oldum, o boyda, özüm qədər. Bir dənə bir şey düşdürdüm, icazə verirsən. Ümumiyyətlə, ilk şeytan ki iblisdir, səbəbi nə idi? Təkəbbür idi də. Və bu da təsadüf deyir ki, bütün, istisnasız, bütün günahların kökü təkəbbürdür. Bütün günahlarına bir hansını sayırsan say, araşdıracaqsan, axırı gəlir. Ne düzdür, ego da onun içərisindədir. Təkəbbürdən doğur da, ego, mənəmlik falan, onun bir şöbəsidir. Hamısı o təkəbbürün üstündədir. Bütün günahların səbəbi təkəbbür. Usul-i Kafidə bir hədis var, mötəbər hədisdir. Buyurur ki, küfrün 3 dənə rükünü var, əsası var. Biri təkəbbürdür, biri tamahdır, biri də paxıllıqdır, həsəddir. Xilqət başlayanda bu günahlarla başlayıb. Şeytan təkəbbür eləyib, Adəm əleyhissalam tamah eləyib, Qabil paxıllıq eləyib. Bu, Allahın həqiqətlərinə yönəlik, yəni qarşı olan bir hərəkətdir. O demək deyil, Adəm əleyhissalam estağfurullah kafirlik, yox. Yəni, xırdası, böyüyü, insanlığı o mənəvi inkişafdan saxlayan əsas qayıdır bu 3 dənəyə. Və ayənin davamında deyir ki, və ləqəd əzəllə minkum cibillən kəsirən, sizdən çox lovğa və söz batmazları məhv eləmişəm. Dağ kimi ucal göstərirdilər özlərini, halbuki elə deyildilər. Çünki təkəbbür, yəni yalancı egodan əmələ gəlir də, yalan təvəhhümdür də, mən səndən yaxşıyam. Nəyə əsasən? Məndən böyük yoxdur. Hansı argument əsasən? Yoxdur. Əsassızdır. Yəni, illüziyadır. Ona görə ayənin davamı deyir ki, əfələ təqilun, ağlınız nə vaxt olacaq ki, fikirləşəsiniz ki, ay kişi, mən böyük deyiləm. Mən böyük ola bilmərəm. Bir dənə böyük var, o da Allah Teala'dır, Cəllə Cəlaluhu. Və mən əgər söz qəbul etmirəmsə, bu bədbəxtliyin başlanğıcıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm Allah nə buyurur? Buyurur ki, Təbəşşir ibad, bəndələrə müjdə ver. Hansı bəndələr? Əllezine yestemi'unel qavlə fəttəbi'un əhsənə. O bəndələr ki, bütün sözləri dinləyirlər, bütün sözləri. Ən yaxşısını seçirlər. Özdə seçirlər yox, fəttəbi'unə. Ən yaxşısını başlayırlar reallaşdırmağa. Əməl etmək. Əməl etmək, ittiba, izləmək, onu dalıcı etmək, tabi olmaq. Belə, yəni, Hacı, buyurun, söz sizdə. Təşəkkür eləmək öncə, belə gözəl mövzulara görə. Deməli, bir ayə işlənildi. İnnəhu yarakum huva və qabiluhu min heysu la təravnəhum ayəsini Seyid toxundu. O və qəbiləsi sizi hər tərəfdən görür. Sizi görür və maraqlı, ən çətin məqam da budur ki, sizin görmədiyiniz yerdən o sizi görür. Yəni, onun çətin tərəfi, çətinləşdirən tərəfi məsələnin budur. Bir var, mən bilsəm, oradan hücum edəcək, ona uyğun strategiya quraram, qabağını alaram, amma mən bilmədiyim yerdən güman eləyir də
Bax o döyüşdə də ən mühüm mövzulardan biridir. Döyüşdə kimin kəşfiyyatı daha güclü olsa, o qalib olar da, qələbəçi olar. Deməli artıq burada biz bir mənada biraz geridəyik. Nə mənada? O elə 1-0 qabaqdadır. Belə götürsək. O məni görür, mən onu görmürəm. Düzdür. Nəticə nə olur? Elə o mənə hücum edir, mən özümü müdafiə edirəm. Amma bizim dinimiz yalnız özü difa elə deməyib şeytanın müqabilində. Sən də hücum elə ona. Sən də hücum eləmək üçün sən elə bir pozisiyaya keçməlisən ki, sən onu görməlisən, o səni görməməlidir. O hansı pozisiyadır? Ki, mən hara keçərsəm ki, o şeytan o yeri görmür. Orada ilişər və mən oradan ona hücum eləyərəm. Baxın, Üzr istəyirəm buna. Bəli. Bəlkə gətirib calaşdıraydınız hədisi qrubu nəvafilə. Allah insanın görən gözü olur. Bəli, görən gözü olur, bəli. Vuran əli olur. Gəlirdim təxminən oralara. Baxın, insan ki, mübarizə aparır şeytanla. Ümumiyyətlə, mübarizə aparmaq üçün bir əlində nə olmalıdır? Bir silahın olmalıdır, bir qalxan olmalıdır, bir zireh olmalıdır. Əlində əvvəlki döyüşlər belə nəzər alaq da. Bir ordun olmalıdır. Bunlar hamısını din təmin edir mi? Eləyir. Məsələn, deyir, silahuhu əl-buka. Gözün yaşı, yəni göz yaşı düşmənin qabağında acizanı ağlamaqdan söhbət getmir. Gecə vaxtı dizlərini yerə atıb Allahın huzurunda sızıldamaqdan söhbət gedir. Misal, bir yeri bu. Göz yaşı sənin silahındır. Göz yaşı sənin silahındır. Amma məsələn, hədisdə var, əs-somu cünnə. Oruc sənin nəyindir? Sipərindir, sipərindir, qalxandır. Hətta təqva sözünü istifadə edilir. Təqva vəqayədən götürülür. Vəqayə qalxana deyirlər ərəblər. Yəni, təqva sənin əlində bir sipərdir, qalxandır. Yəni, dua silahul mümin. Dua silahul. Duadan bir dənə başqa bir hədisdə oxumuşdum. Deyir, dua cundun mücənnədə. Duadan duaya fərq var. Bəzi vaxtlar silahdır, bəzi vaxtlar sənə bir dənə duan ordudur. Qoşundur. Görürsən, Allah Teala sənə elə bir lillahi cunudu səmavatı vəl ərddir də, yerin göyün qoşunu onudur da, mələikə də onundur da. Mələklərin vasitəsilə, ya məsələn, qeybi güc, belə deyək də, qeybi yardımlar vasitəsilə, ya qarşı tərəfin qəlbinə qorxu salmaqla elə köməklər eləyər ki, deyir, dua cundun, mücənnədə. Özdə mücənnədə o orduya deyirlər ki, ordu var, ordudur, hərəsi öz yerində, startda deyil, amma orduda var, hazır dayanıb. Buna deyirlər, cundun mücənnədə. Yəni, bir dənə komanda gözləyir ki, sən deyir, mən gedim. Deyir, dua budur. Yəni, komanda gözləyir səndən. Qarşı tərəfə mübarizə apara bilərsən. Və eyni zamanda da Allahın adları coşan-ı kəbir deyirlər də, Əsma-ül Husna. O da insanın bir növ zirehidir də. Elə ki, sən o zirehi giyindin. O zireh də nəyə deyirlər? O Allahın o adlarının yeryüzünün təcəllisi olmağa başladı. Səndən əsər əlamət qalmadı. Sən itdi, mən bitdi, da özünü görmürsən. Fəna məqamı deyirlər də buna irfanda da. Fəna bu deyil ki, sən yox olursan. Yoxluq, məsələn, məraxil əhlaqda Əllamə gətirir, deyirdi ki, fəna bu deyil, yox olasan. Fəna budur ki, özü görməyəsən. Yoxluq açandan deyil fəzilət olub ki, özü görməyəsən. Yəni, yoxluq mümkün deyil ki, varlığın yoxluq olmuş. Ay, salda. Elə ki, gəldin insan özünü ki, görmür, bu anda artıq daxil olub Allahın la ilahə illallah qalasının içinə. Məni götür aradan, yerdə qalsın yaradan. Əhsən. Elə ki, girdin da o la ilahə illallah qalasının içinə, ayət elədir, hədis elədir də, kim ora daxil olsa əmniyyətdə olar. Elə mömin də budur ki, əmniyyətdədir. Yaxşı, elə bir yerdədir ki, müşkülü yoxdur. Yəni, ətrafı, məsələn, Peyğəmbər nəzər alan mühasirədədir, mağaranın içindədir. Amma ənzələ səkinətəhu aleyhi. Mağaranın içindədir, dar bir dənə yerdədir, ağramdır. Amma baxın, ücübdən ayəyə baxın, deyir ki, Hüneyndə deyir, Ə'əcəbətkum kəsrətukum, özünüzlə o qədər öyündüz ki, mən, rəhubət, bima rəhubət, zaqət aleyhimul ərd bima rəhubət. Bu boyda genişliyi ilə olan yer daraldı. Təsəvvürlə ki, yer genişdir, amma sən sıxılırsan. Niyə? Çünki ego var, mən var, təkəbbür var, ənə var. Amma mağaranın içindəsən, bu məndən əsər əlamət yoxdur deyənə aramsan. Görünən budur ki, insan gələ daxilən aram olsun. Evin genişliyi lazımdır, olsun. Amma özün sıxılsın, o evin genişliyi də səni aram eləməz. Elə ki, girdin o qalanın içinə, sən artıq görürsən onu. İndi burada yeri var ki, bu ayəni deyir,
فَبِإِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ إِلَّا إِبَادَكَ مِنْهُمُ الْمُخْلَسِينَ. Azdıracam hamısını, mənim missiyam bu deyə iğva eləyəcəm. İğva nəyə deyirlər? Yuraful əşya'u bi əzdadiha, belə bir termin var, deyir. Bir şeyi tanımaq istəyirsə ziddi ilə tanı. Ziddi nədir? İğvanın. Qad təbəyyənə rüşdü minəl ğey. Qey, iğvanın ziddi rüşdü. Rüşd nədir? İnsanın daxilən böyüməsi, mənən böyüməsi, mənən kamal hərəkət etmək. Şeytan deyir, sənin rüşdünün qabağını dayanacam. Sən daxilən böyüməyəcəksən. O deyir, kinoda deyir, bu böyüməyəcək ya. Sən ola bilər karyeran böyüyəcək, vəzifən də artacaq. İçin böyüməyəcək. Səni mən kiçik saxlayacam. Səni qoymayacam ki, qalxasan. Hər yerdə sıxılacaqsan. Hər yerdə də sıxılacaqsan. Və bu mənim işimdir. Amma orada bir dənə söz deyir. İlla ibadəkə minhumul muxləsin. Muxləslərlə bacara bilmərəm. Mizanda mövzu açıb Əllamə deyir ki, muxlislə muxləsin də fərqi var. Muxləsdə gəlir bu nöqtəni deyir ki, daha heç özünü də görmürsən. Özündən əsər əlamət bu mənada yoxdur. Elə ki, özünü görmədin, daxil oldun qalaya. Elə ki, o qalaya daxil oldun, oradan sən hücum edirsən. Daha oradan sən, o Peyğəmbər bir sözü var, mən şeytanımı təslim eləmişəm. Daha bunun əlinin altındadır da, o yana qaça bilmir, bu yana qaça bilmir. Bir mənası da bu. Xülasə, yəni şeytanla mübarizə aparmaq olarmı? Olar. Hücum da eləmək olarmı? Olar. Amma yolları var da, yəni sən ona sığınasan, duan olsun, Əsmaül Hüsna olsun, nə bilim ibadətlərin olsun, axund demişkən o buyruqlardan gəlib çıxmayasan da. Xülasə, mən çox danışmayayım, elə axarında gedək də indi. Şeytanın çox xüsusiyyətləri var da, biz bu verilişə sığdıra bilmərik təbii ki. O xüsusiyyətlərindən biri də Allahla mübarizə aparmaq. Yəni insana İstikbar da, istekbara. Allahla düşmənliyi aparır, Allahın rəsulu ilə və peyğəmbərləri ilə düşmənliyi aparır və çox da böyük nəticələr də əldə edib, insanları da öz ardıca çəkib tarix boyu 70 min peyğəmbəri öldürənlər təbii ki, bax, şeytanın orada hökmranlığı var idi. Yəni bu müharibələrin yaradılması dünya boyu, tarix boyu hamısı deyərdi ki, şeytan burada vəsvəsəsi var da təbii ki, insanları təhrik edir. Bunun bir dənə də məsələ var burada. Sevimli insanları gözdən salma, əziz insanları gözdən salma. Məsələn, Allahın rəsulu ilə mübarizə, Allahın rəsulunun əhl-i beyti ilə mübarizə aparması və insanların gözündən salması. Bax, bu məsələyə istərdim toxunasınız. Bu necə mübarizə metodudur seçib özünə? Məsələn, bəziləri olur, deyir ki, nə görmüşsünüz, insanpərəst olmuşsunuz siz, nə qədər insanı tərifləyərsiniz, nə qədər insan, yəni insan, Allahdan yəni kənar çıxmayın da, yalnız fəqət Allah. Bu şeytanın oxu deyilmi? Qəşəng sözdür. Buyurun. Mən deməzdim, İblis, şeytan birbaşa Allahla mübarizə aparır, əksinə. Allahı bayraq eləyir əlində. Birbaşa Allahla mübarizə aparmır. Onun işi Allaha gedən yolları bağlamaqdır. Allaha gedən yolda insan gedir. Həqiqətən Allaha doğru gedən yolun başında dayananlar var ha. Şeytanın davası onlarlandır. Necə ki, ibtidai bəşəriyyətdən elə Adəm əleyhissalamla başlandı bu söhbət. Adəm Allah Taala'nın nümayəndəsi, xəlifəsi idi yer üzərində. O sualı mələk də verdi, iblis də verdi. İkisi də sual verdi. Sual demək olar ki, eyni sualdır, amma bir məsələ var. Mələklərin sualının altında istixbar var idi, yəni xəbəri öyrənmək, xəbər istəyirdilər. İblisin sualının altında istikbar var idi, təkəbbür var idi. Sual təkəbbürdən verirdi. Və o vaxtdan bu vaxta şeytanı mübarizə bu cür nədir? Allah Teala insan faktorunu qoyur ortalığa, nümayəndələr yollayır, nümunələr yollayır. İstər elə peyğəmbərlərdən tutmuş imamlar, Allah dostları, möminlər, bunlar da, ruhanilər, bunlar da bunun içindədir ya. Bir yerdə harda yaxşı varsa o çox daşlanır şeytan tərəfindən və insanlarda qıcıq yaradır. Ta ki o adam ölənə qədər. Öldü, hamı əl çəkir.
Öldü, başlayırlar tərifləməyə. Həmin o pis deyənlər tərifləyir ha. Tezə yerinə gələn üçün nə edir? Başlayır onu pisləməyə. Bunun üçün deyir, yox, bu yaxşı idi. Çünki artıq bundan ona heç nə gəlmir. Adi hələ görürsən ki, Əli əleyhissalamdan hədis var. Deyir, bütün Quranın mənası Fatihədədir. Fatihə ümmül kitab deyil. Fatihə Quranın girişidir, yeganə surədir ki, Peyğəmbərə 2 dəfə nazil olur. Düzdür. Bütün o Fatihəni oxuyursan, əvvəli Allaha təriflə gəlir. Allahı tərif eləyir də, yeganə surədir ki, Allah Teala bəndənin öz dilindən danışır. Sonra deyir ki, İyyəkə na'budu və İyyəkə nəstəin. Sənə ibadət eləyirik, səndən istəyirik. Nə istəyirsən məndən? İstədiyin nədir? İhdinə sıratal müstəqim. Bizi düzgün yola yönətməyi istəyir. Çox yaxşı. Yenə də konkretləşməyib. Daha konkret olmağı üçün deyir ki, Əlləzinə o kəslərin yoluna ki, ənəmtə əleyh, nemət vermişsən. Yenə də insanın nümunə göstərdi. Qət elə. Ay Allah, mənə düz yola yönəldi. Düz, hər kəs öz yolunu düz bilir də. Kim öz ayranına turş deyək? Biliyorum, mənim yolum düzdür də. Amma bir ip ucu qoyur. O kəslərin yoluna ki, onlara neymət vermişsən, sonra başlayır neymət verdiyi kəsləri saymağa. İndi mən istəmirəm də, o mövzu çox uzansın. Ancaq qısa konkret olaraq Fatihənin özündə də insan faktorunu qoyur ortalığa. Bu insandır. Və şeytanın o ən mühüm işlərindən də biri yaxşı insanları öz o dostlarının əli ilə, şeytan dostlarının əli ilə yaxşı insanları ləkələmək, onları xalqın gözündən salmaq. Özdə çox qəribədir ya. Kimlər ki, həqiqətən həqqə dəvət eləyirlər, onlar daha çox vurulurlar. Özdə məntiqsiz daşlarla vurulur. Bir var ki, bir adam batil danışır. Sonra elmi sübut eləyirsən ki, sən düz danışmırsan. Bu bir başqa şeydir. Bir də var ki, bir adam haqq yolundadır, haqq üçün çalışır. Onu özünkülər də vurur, qıraqdakilər də vurur, o da vurur, bu da. Hamı bir ucdan vururlar bunu. Haqq, nahaq vururlar. Söz də tapmır ha, danışmağa ya, səhv tutmağa məntiqi bir dəlili də yox. Hərdən bilirsən, yanımdaydın. İmamdan hədis deyirsən, deyir, yanımdaydın. Yəni, bu hər hansı variantdan istəyir ya həsrətən ələl-ibad. Ayət. Heyf bir mənim bəndələrimdən. Elə bir göndərdiyim olmadı ki, onu istehza eləməsinlər. Mayəti. Hansı ki, mən əta eləmişim onlara, istehza eləyirlər. Yaxşıya həmişə istehza eləyir. Bir dənə mən bir test deyim də, bir mühitə get, bir mühitdə sən bilirsən ki, filan kəs yaxşı adamdır. Bunu dəqiq bilir. Get cəmiyyətin arasına və yaxud oradan bir dəstə adam gələndə soruş onlardan ki, filan kəs necədir, neynir? Bizdə həmişə hələ olub da. Bir qədimdən biz belə görmüşük. Filan yerdən bir nəfər gələndə oranın bir adlı sanlı, yaxçı kişisinin adını çəkirdim ki, filan kəs necədir? Əgər o adamın adını sən tutdun, o cəmiyyət ona qarşı yaxşı fikirdədirlərsə, o cəmiyyət elə yaxşıdır. Yox, gördün ki, yaxşıya qarşı ağız-burun eydilər, o cəmiyyətdən xeyir gözləmək. Bu şeytanın işidir. Şeytanın bu, necə deyərlər, lap belə əl işlərindən biridir ya bu ya, və hələ belə konvey üsulu deyil ha. Bu, əməlli başlı şeytanın işləməsidir. Bir cəmiyyətin nə cür cəmiyyət olmağını bilmək istəyirsənsə, həmin cəmiyyətin içərisində yaxşıya qarşı olan münasibəti öyrən. Onda biləcəksən bu cəmiyyət necə cəmiyyətdir. Mən Hacı Ramirin dediyi o ayənin istəyirdim başqa bir çıxarışını bildirim. O ki, Fəbə izzətkə ləğviyyənnəhum əcməin. And olsun izzəti və Allahla danışır da şeytan. Yəni şeytan tövhiddə o səviyyəyə çatmışdı ki, Allahla təkbidək söhbət eləyirdi. Ki, sən izzəti və and olsun, hamısını azdıracam.
İlla ibadəkə minhumul muxləsin. Müxləs bəndələrdən başqa, sənin müxləs bəndələrindən başqa. Burada həm də bir sıra mötəbər insanların isməti də üzə çıxır. İblis etiraf edir, iqrar edir ki, Mənlik durumu. məsum insan var. Elə insanlar var ki, mən onlara bata bilmirəm. Bayaq dediyimiz kimi, mərhəməti olduğu üçün yox. İblisdə mərhəməti yoxdur. Mümkün deyil. Niyə mümkün deyil? Çünki alimlər buyururlar təfsir kitablarında, İblisin ən mühüm işlərindən biri qəlb, həyat, qəlb, olay, qəlb istək yaratmaqdır. Saxta. Bir də ağa, Seyid ağa, məsum insan olmasa, elə bir Allah bu boyda iş gördü, heç nə. Amma Məqsədinə iblis çatmaq. etiraf eləyir. Adamlar etiraf eləyə bilmir ki, mən Ona görə deyirdim mən. Aha. İblisin işi qəlb yaratmaqdır. Məsələn, evlilik var, nikah var, izdivac var. İblis deyir, nə edirsən onu? Gül kimi zina var. Qəlbin yaradır. Gözəl söhbətlər var, deyəcək qeybət elə. Qəlbin yaradır. Halal yemək var, deyəcək haram ye. Ticarət var, halal deyəcək faiz, riba, sələm. Bunlarla. Hər şeyin qəlbin yaradır. Niyə müxləslərə bata bilmir? Çünki müxləslərin nə istədiyini başa düşmür ki, qəlbini yaratsın. O məqamda deyil, ora çatmayıb. Yəni, vilayət məqamına çatmadığı üçün, vəliyullah məqamına çatmadığı üçün bərzəxə qədər gedə bilir. Bərzəxdə də var. Amma o tərəfə gedə bilmədiyi üçün nə istəyirlər başa düşmür. Onlar da ki, Allah saxlamış da dünya istəmirlər. İblisin materialı dünya, məcburən. Bir bu məsələni istirdim qedim. Bir də Axund deyən sözə ki, haşiyə deyirəm də, mən haşiyə vururam, təliqə var. Deyir ki, لَاقْعُدَنَّ لَهُمْ سِرَاتَكَ الْمُسْتَقِيمِ İlahi, mən sənin doğru yoluvun ortasında oturmuşam, oturacam, hökmən oturacam, ora gələnləri azdırmağa. Niyə? Çünki iblisə azğınlar çox aktual, mühüm deyil. Azğın azıb da. İblisə maraqlı olan o doğru yolu gedənlərdir. Bəzən həm bizim, həm də gənclərin sualları olur, bizə ünvanlayırlar. Day elə bilirlər ki, biz da əxlaq yolunu keçmişik, indi bizdən soruşurlar. Biz də məcburuq oxuyaq deyə özümüzün təcrübəmiz yoxdur. Deyir ki, mən haçan istəyirəm günahları bir dəfəli tərk edəm, həyat başlayır cansıxıcı olmağa, həyat başlayır belə yorucu olmağa, alındıra bilmirəm. Və həqiqət də belədir, belə də olmalıdır. Niyə? Çünki nə qədər ki, insan haqq yoluna doğru getməyib, iblisin onunla işi var, amma çox şey yoxdur. O gəlir də özü. Əsas biri hərəkətə keçəndə iblis bütün qoşunlarını toplayır. Fikir verin, indi məsələn, bizi izləyənlər qərar qəbul etsinlər ki, məsələn, 5 saat müddətində heç bir günah etməyəcək. Ağıllarına gəlməyən günahlar gəlib çıxacaq qarşılarına. Niyə? Çünki iblis görür ki, 5 saat biri təmiz qalmaq istəyir. Ona sərf eləmir. Qətiyyən mənfəətinə uyğun deyil. İblis öz cəhənnəmini axıra qədər doldurmaq istəyir. Ona görə də heç vaxt əl çəkmir öz planlarından, amma əhəm mühüm var. O adamlar ki, azıblar, o öz minvali ilə gedir. Hətta bəzilər azmayıblar, azdırmağa başlayırlar da. Şeyatın ins olur, insan cildində olan şeytan. İnsan da mı şeytanlıq edir? Məsələn, peyğəmbərlərin, imamların, məsumların şeytanla çox problemləri yox idi ki. Şeytan gördü onlara bata bilmirəm, öz insani nümayəndələrini göndərirdi onların üstünə. O, Əli əleyhissalam bir hədisində deyir ki, İblis Muaviyyənin timsalında bütün arzularına çatıb, yəni bu, görürdü ki, birbaşa Əli əleyhissalama bata bilmirəm, Muaviyyəni göndərirdi. Hüseynə bata bilmirəm, Yezdi göndərirdi. Peyğəmbərə bata bilmirəm, Əbu Cəhli göndərirdi. Əbu Cəhli dedilər ki, səncə Peyğəmbər düz deyir, yalan deyir bu dediklərində. Çünki yalan deyir deyə bilməzdi axı, yaxşı adam ol. Əbu Cəhli nə deyirsən, pis adam olmaq lazımdır. Deyirdi, yox, düz deyir, hamısını düz deyir. Deyir, niyə qəbul eləmirsən? Deyir, niyə Bəni Haşimdən Peyğəmbər oldu ki? Bizim tayfadan olaydı da. Yəni, İblis, hər kəs axın dedi, biraz zəif nöqtəsi. Kimin harası zəifdir, oradan daxil olur, başlayır onu idarə etməyə. Bunları istəyirdim, qeyd edəyəm. Bir dənə də mən bir şey danışım. Bir gün Mərdimazarla iblis bəhs eləyirlər.
kim daha çox iş görə bilər? Mənfi işdə təbii ki. Mərcəliyib ayrılırlar. Mərdümazar gedir. Mərdümazar sözü mərdom cəmaatdır. Azar da cəmaata əziyyət verən. Mərdom azar. Hə. Gedir cəmaatın içərisinə, iki kəndin arasına, ondan ona danışır. Deyir, ulan ki, sənin üçün belə dedi, bu belə dedi, bu belə dedi. Şeytan gedir çöllükdə görür bir dənə qızla oğlan boyun otarırlar. Başlayır oğlana vəsvəsə eləməyə ki, zina elə bu. Zina elə bu ilə. Üstündən biraz keçir. Hələ şeytan bu işlə məşğul olanda şeytanın çiynindən biri belə vurur. Sonra görür həmən mərdimazardır. Deyir, neyinə dön? Deyir, yavaş-yavaş əmələ gəlir, darıxma. Bir dənə fıran dala baxır, görür ki, iki dənə kəndin arasından od alov qalxır, müharibə eləyirlər bunlar. Kənd-kəndlə qırır bir-birini. Şeytan deyir, bir od, deyəm. Deyir, ne deyən, gör, mən nə eləmişəm? Deyir, mən bunu belə eləməsəm, sən onu belə eləyə bilməzsən. Yəni, sənə uyanlar da bundan əmələ gələnlər olacaq. Elə o özü də. Bu çox mühüm məsələdir. O özü də, o mərdimazar özü də. Bəli. Ağa dedi ya ki, şeytan görür özü başarmır Hüseyndən. Yezidi yollayır. Öz qoşununla Yezidi yollayır onun üstünə. İndi sən Hüseynin böyüklüyünə bax ki, Hüseyn ələ vuruşur Yezidlə ki, İblisi də şeytanı da məğlub edir. Onun qoşunundan çıxardır bəziləri. Bəli, istədiyi alınmır. Nəticə vermir onun istədiyi. Ümumiyyətlə, Allah sistemi elə qurubdur. Kim nə pislik eləyərsin, nəticə Allah tərəfi olur. Hə, özgəsinə qoyurlar. Şeytanın da insana gəlişi üçün də o qarşı tərəf özü bir şərait yaradır da. Belə deyək, şeytan zəmin axtarır, görür ki, orada bir zəif nöqtələrdir, deyir, tənəzzəlu ələ kulli əffakin və əsim yulğun nəssəm və əksərhum kəzibun. Quranda bir ayədə deyir, şeytan nazil olur. O da nazil olur. Kimə nazil olur? Deyir, o elə hey yalan danışana, hey günah eləyənə və üstə gəldilə yulğun nəssəmi bəzi alimlər belə izah verir. Gəl, eşidir, danışır. Senzura yoxdur da. O biyaqki ayə ilə qoyanda fərqə var. Bir fəyyəttəbiyunə əhsənə, yəstəmiyunə ləqov fəyyəttəbiyunə əhsənə. Qulaq asır, yaxşını götürür, daha yaxşını da götürür. Əhsəniyə, həsəni də götürmür. Əhsəni götürür və daha yaxşını götürür, arxasıcan gedir. Amma bəzi adamlar elə yulğun nəssəmdir. Nə eşitdi, danışır. O Əli əleyhissalam buyurur, bir nəfərin yalancı statusu alması üçün bu bəsdir ki, nə eşidirsə danışır. Əhsən. Bu söz doğrudan da bu paylaşılsın gəlir. Böyük sözdür. Hələ belə deyək, kim nə eşitdi, danışır. Kim nə eşitdi, yazır. Kim nə istədi, deyir. Yəni, doğrudan məsuliyyət hissi yoxdur da. Yəni, mən bunun cavabını verəcəm və s. Mən neçə dəqiqəmiz qalıb. Mən bir mövzu aça bilərəm, amma neçə dəqiqəmiz 2 dəqiqə qalıbsa, icazə versin, sonra gələn dəfə bu mövzunu açaq ki, Seyid Axund. Yəni, iblis... Şeytanın metodikası. Elə bilirəm, bu bizim bəşərin üzərində hansı üslublarla hərəkət edir və necə gəlir, necə aldadır, necə aparır bataqlığa. Bu metodları nədir, yolu nədir? Mən yazılarım qaldı, qardaşlarımda olduğu kimi də nə qədər mövzular olan qaldı. Gəlin dəfəmə danışarıq. Əllamə Mürtəza Mütəhhəri deyir ki, çox insan deyir, şeytan neçə min il ibadət edib. Bu ibadət etməsi onun inancdan irəli gəlmirdi. Tamamilə riya içində idi və bir də mələklər hamı ibadət edirdilər axı. Bu da onlara baxdı və dedi, mən bunların qarşısında olmalıyam. Mən bunlara pişnamaz durmalıyam və o səbəbdən gecə-gündüz ibadət etdi və nəhayət istəyinə də nail oldu, gəldi pişnamaz həddinə. Maraqlıdır. Yəni, bəzi insanlarda bu xarakter görürsənir, o ibadət edir, özünü. Yəni, gəldi pişnamaz oldu. Allah təala da mələklərə sübut elədi ki, bu ədaləti yoxdur, buna iqdə eləməyin. Zaman lazım idi onun üçün. Bəli. Mən istərdim bu mövzunu, bunun da ətrafında inşallah növbəti proqramda söhbət edəsiniz. Çox, bəli. Bu, siz dediniz də, o bəzi xarakter insanlara o qədər sirayət edib, şeytanı xarakter insanlara, elə şeytandan heç bir fərq yoxdur da. Yəni, düzdür, artikl bayaq Seyid qeyd elədi. Əuzu billahi minəşşeytanirracimdə xüsusi artikl var. O xüsusi iblisə aid ola bilər. Amma bəzən olur ki, həm də başqalarına aid. Həm də bəli.
Çox maraqlı mövzudur və inşallah ki, növbəti həftə davam edərik. Allah sizi qorusun. Allah Allah razı şeytanın olsun. və şeytan kimilərin şərrindən sizi amanında Amin. saxlasın. Eləcə də siz əziz izləyiciləri Allah şeytanın şərrindən qorusun. Şeytan xislətli insanların şərrindən Allaha əmanət olun, amanda qalın.